Bizə tez-tez belə suallar gəlir ki, metroya girəndə qorxuram, qatara minəndə ürəyim daralır, qatar tuneldə qaldıqda özümü narahat hiss edirəm. Bu kimi halların əsasən 3 səbəbi var. Birinci panik atak, ikincisi qapalı məkan qorxusu, üçüncüsü isə nəzarət itirmək qorxusudur. Burada etməli olduğumuz şey birdən-birə qorxumuzun üzərinə getmək deyil, mərhələli şəkildə beynimizi adaptasiya etməkdir. Əvvəlcə metro stansiyasına yaxınlaşa bilərik. Daha sonra növbəti gündə stansiyaya daxil olub qatara minməyə bilərik. Növbəti gündə isə qatara minib bir stansiyaya səyahət edə bilərik. Və beləliklə bütün bu prosesdə mən bacardım fikrini özümüzdə möhkəmləndirə bilərik. Növbəti vacib məqam isə nəfəsə nəzarət etməkdir. Qorxu zamanı problem metro deyil, nəfəs tempimizin dəyişməsidir. Bunun üçün biz nə etməliyik? Biz 4 saniyə nəfəs alıb, 4 saniyə nəfəsimizi saxlayıb, daha sonra 4 saniyə ərzində nəfəsimizi versək, bunu 1-2 dəqiqə ərzində təkrar etsək, beləliklə nəfəs tempimizi və ürək döntümüzü tənzimləyə bilərik. Digər bir metod düşüncəni yoxlamaqdır. Belə olan halda özümüzə sual verməliyik. Hal-hazırda real bir təhlükə var, yoxsa bu sadəcə bir hissdir? Bu günə qədər neçə dəfə qatarla təhlükəsiz şəkildə səyahət etmişəm. Beyin faktı eşitdikdə sakitləşməyə başlayır. Sonuncu metodumuz isə təhlükə hiss etdiyimiz situasiyadan qaçmaq əvəzinə dayanıb, dərindən nəfəs alıb bədənimizi sakitləşdirməkdir. Beləliklə bədənimiz sakitləşdikdə beynimiz təhlükə yoxdur düşüncəsini formalaşdıracaq. Əgər bu problemlər həyat keyfiyyətinizi aşağı salırsa, bunları tək yaşamaq məcburiyyətində deyilsiniz. Paylaşaraq və dəstək alaraq həyat keyfiyyətinizi yüksəldə bilərsiniz.